Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Ukraynanın Çernigov vilayəti ballistik raketlə atəşə tutulub. Nəticədə 2 nəfər həlak olub, 20-yə yaxın şəxs xəsarət alıb. Bundan başqa müəssisə, ticarət mərkəzi, supermarket və yanğın söndürmə texnikası zədələnib. Xarkov vilayətinə isə intensiv dron zərbələri endirilib. Hücum nəticəsində 2 nəfər həlak olub, 3 mülki şəxs yaralanıb. Bu barədə regional prokurorluq məlumat verib. Zərər çəkənlər arasında 7 yaşlı qızın da olduğu bildirilir. Bundan əlavə 25 yaşayış evinə ciddi ziyan deyib. Rusiyanın isə 18 regionu üzərinə Ukraynaya məxsus 315 pilotsuz uçuş aparatı vurulub. Yaroslav vilayətinə dron sənaye zonasına düşüb. Yerli icra orqanlarının məlumatına görə isə hadisə yerində yanğın baş verib. Ərazidə nəqliyyatın hərəkəti bir neçə saatlıq məhdudlaşdırılıb.